Bismillahirrahmanirrahim. Bir qələm əgər içində mil olmasa, heç bir dəyəri yoxdur. Sadəcə bir taxta parçasıdır. Qələmin dəyəri onun içindəki mildədir. Biz insanların dəyəri də ağlımızda, düşüncəmizdə və hikmətimizdədir. Əgər bu ağıl və hikməti bir kənara qoysaq, hesab kitaba məşğul olmasaq, heç bir dəyərimiz qalmaz. Heç bir faydamız olmaz. Cəhənnəm əhlinin iniltilərindən və fəryadlarından biri də budur. Auzu billahi mineşşeytanirracim. Lev kunna nesma'u ev na'qilu ma kunna fi ashabis sair. Yəni əgər ağıllı və düşüncəli olsaydıq, əgər anlayışlı olsaydıq, bu gün burada cəhənnəmdə olmazdıq. Vəssalamu alə mən ittəbə'əl huda.